Ölsəm dilimi kəsmərəm. Ölərəm dayanmaram. Vilayət Eyvazov. Bu işə İlham Əliyevə çatıncaq baxacam. Dayanmayacağım. Bütün dünyanı gəzəcəm. Bəsdir. İlham Əliyev. Elə mən böyük şübhəm İlham Əliyevədir ki, budur. Bunlara tapşırı cəmaatı belə qırdıran. Bunlar quru soyqırım eləyirlər oğlum. Tutduqlarını qabırqalarını sındırırlar, belin sındırırlar, maşınlarını əzib öldürürlər, türmədə aparıb döyüb öldürüb işgəncə verirlər. And olsun Allaha. Onu İlham Əliyev döyülüs elətdirən, bunlar tutmusan cinayətkarı. Sən nə ixtiyardan döyüb onun qabırqalarını sındırırsan? Nə ixtiyardan döyüb onun qolun qılçasını sındırırsan? Nə məniyə? Kimə gedək deyək? Hara gedək deyək? Vallahi da yorulmuşam ey. Niye dedim Ağdaş'ta bakılmır yüzüne göz güzel? Gibi öz boyuna demişsen götürmüşem Kamran Əliyev. Niye bakmışsan Allah bu oyununu kırsın. Allah balalarını öldürsün, özünü öldürsün ha Kamran Əliyev. Sen göndermiştin de Ağdaş'tan reisi mənim kapıma. Geldi and olsun Allah'a oğlum, reis ottu. Dedi ana, and olsun Allah'a dedi. Kamran Əliyev'in adamlarıdır, örgənmişəm burada hamısını un koyubdu. Un qohumları ağıra bərələdi. Sen işine dedi, Kamran Əliyev koymayacaq, heç arada bakılmağa. Bu sözü mən deyirəm sən. Elə bir kişi baxıcıymış, Qurana baxıb dedim hə. Mümkün günətən də bakılmır işə. 2 il 5 aydır, niye bakılmır? Niye?